Baxın, görün İlham Əliyev Azərbaycan xalqının pullarını nəyə xərcləyir? Deməli, maaşları artırmağa, pensiyaları artırmağa pul yoxdur deyir. Günü-gündən hər şeyin qiymətini qaldırır. Qazın, suyun, işığın, benzinin, dizelin. Amma indi bu günlərdə Beynəlxalq Araşdırmaçı Jurnalistlər Birliyi müəyyən edirlər ki, İlham Əliyev İsrailin bir kiber casusluqla məşğul olan şirkətinə yarım milyard məbləğində pul ödəyib ki, o qanunsuz olaraq müxalifətçilərin, jurnalistlərin, ictimai fəalların telefonlarını izləsin, onların nədən danışdığını öyrənsin, onun yazışmalarını oxusun. Bax, görürsünüz, qanunsuz hakimiyyət nə ilə məşğuldur? İnsanların şəxsi həyatı, yazışmaları, danışmaları heç kəs üçün açıq ola bilməz. Heç bir orqanın bunu yoxlamağa, nəzarət eləməyə, izləməyə ixtiyarı yoxdur. Qanunda nəzərdə tutulmuş istisna hallardan başqa. Amma bax, rəqiblərini izləmək üçün xalqın pullarını cinayət yolundan hansı istiqamətə, hansı məqsədə xərcləyir?